Hörmətli izləyicilərimiz, biz Sağdaş Təhsil komandası olaraq yeni Azərbaycanımızın gözəl rayonlarından biri olan Samux rayonunun Yuxarı Ağasbəyli kəndində ömrünü 30 ilindən yuxarısını, yəni fədakarlıq eləyən gözəl bir müəllimin evinə qonaq gəlmişik. Müəllim, sizi xoş gördük. Çox sağ olun. Adı, soyadınız müəllim? Ağayeva Xatirə Vəli qızım. Müəllim, nə vaxt anadan olmusunuz? 1961-ci ildə, noyabrın 5-də. Bəs neçə ildir müəllim üçün fəaliyyət göstərirsiniz? 86-cı ildən bu günə kimi Samux rayon Ağasbəyli kənd orta məktəbində müəllim işləyirəm. Və ibtidai sinif müəllimi işləyirsiniz. Bütün müəllimlərimiz fədakarlıq eləyir və əziyyət çəkirlər. İbtidai sinif müəllimlərimiz daha çox əziyyət çəkirlər. Çünki siz ilk dəfə bizə qələm tutmağı, ilk dəfə bizə rəqəmləri, ata sözünü, ana sözünü, vətən sözünü yazdıran sizin kimi gözəl müəllimlərimiz olur. Müəllim, bəs bu illərdə hansı uğurlu nailiyyətləriniz olub? Uğurlarım ondan ibarətdir ki, əsas mənim təhsil verdiyim uşaqlar çoxu ali məktəbə qəbul olub, yaxşı oxuyublar. Həmişə müəllimlərin içində seçilmişəm ki, mənim təhsil verdiyim uşaqları daha qabaqçıl olublar. Çox gözəl. Müəllim üçün deyilən gözəl uğur onun şagirdləridir. Mənim həmişə məhsulum onu gözləmişəm ki, müəllimin məhsulu onun yetirdiyi uşaqlardan. Əlbəttə ki. Mən də fürsətdən istifadə edib sizin müəllim kollektivinizin hamısını salamlayıram. Buradan sizin işlərinizdə uğurlu nailiyyətlər arzu edirəm. Bəs müəllim, sizin həyat yoldaşınız kimdir? Zeynalov Nurəddin Zeynaloğlu. 1959-cu ilin oktyabr 2-sində anadan olub. Samux rayonunun Ağasbəyli kəndində. Neçə övladınız var müəllim? 2 evladım var. Adlarını deyin. Zeynalova Elnarə, Zeynalova Gülnarə. Neçə nəvəniz var? 5 nəfərim var. Maşallah olsun. Allah sizə ömür versin, can sağlığı versin müəllim. Sizin inşallah ki, nəticələriniz də, köçələriniz də olsun. Müəllim, yəni bu gün ayın 21 dekabr 2025-ci il tarixdir. Bu tarixdə sizin bu məktəb kollektivində işləyən müəllimləriniz var, dostlarınız var, əzizləriniz var. Hansı sözlər deyərdiniz bugünkü tarixdə? O tarixdə bax, mənimlə özümlə bərabər dərs dediyim şagirdlər artıq müəllim işləyirlər. Mənimlə bir yerdə işləyirlər. 4-5 nəfər işləyir. Mən də onları da bugünü görmək, yüksək nailiyyətlərə nail olmaq, ondan sonra sağlam canlı, mənim kimi bu yaşa gəlib çatmaqlarını arzu edirəm. Çox sağ olun müəllim. Biz də sizə uğurlu nailiyyətlər arzu edirik. Arzu edirəm ki, sizin pensiya yaşınız da çatsın, sağ-salamat, yəni pensiyanız da alasınız. İnşallah sonraki illərdə də sizin yubileylərinizdə inşallah gəlib görüşərik. Sağdaş Təhsil komandası olaraq sizə uğurlu nailiyyətlər arzu edirəm. Çox sağ olun, çox sağ olun, minnətdarım. Təşəkkür edirik, minnətdarıq.